Fizika müəllimim məni köçürtməklə günahlandırarkən necə onu mosmor elədim? Dinliyoruz. Siz məktəb xatirələri sevərsiniz də, Ülker danışmazmı? Ülkerin məktəbi bir travma köşəsidir. Bəli, köşəsidir, yox, köşəsidir. Demək, bilirsiniz ki, mən məktəb vaxtı oxuyan bir tələbə olmamışam, amma sakit bir tələbə olmuşam da, ətliyə südlüyə qarışmırdım. Heç kimdən işim yox idi. Amma nə hikmət isə hamının məndən işi var idi. Anlamıyorum nədən. Nəysə də, Mici fizikanı da oxumurdu. Mici fizika müəllimi fizikanı çox sıxıcı izah eləyirdi. İnanırsınız, fizika sevənlər belə o dərsi otursaydı, fizikadan nifrət eləyə bilərdi də. Nəysə, bir gün nə hikmətsə, mən KFG-ni oxuyub getmişdim. Bilinməz səbəblər, başıma daş düşmüş ola bilər o an. Nəysə də, sualın cavabını bildim. Bildiyim üçün də yazmaya başladım. Mən yazmaya başlayanda mənim zeki müəllimim, əlbəttə ki, o an göz-gözə gəldi. Dedi ki, net köçürdür. Və tıqqış-tıqqış adımlarla yanıma gəlib dedi ki, köçürdüyün kitabı ver. Ben de başımı kaldırıp dedim ki ne kitabı? Dedi köçürdüğün kitabı ver, köçürdürsən. Dedim öyle mi yapıyormuşum? Ben zayıf bir uşağıydım. Çantada çok ağır olurdu. Məktəblilər bilər. Daşıya bilmirdim diye bütün kitablarımı koyurdum partanın altında. Ama fizika kitabı en aşağılardadır. Yani onu kaldır yukarı oku falan mümkün değil. Bütün kitabları çektim böyle aşağıya. Hamısını gösterdim. Dedim hanı? İnanmıram mənə orada o şey necə gəldi. Çünki normalde çok sakit bir uşağım və yəni ağlayardım böyle yetimala normalde ama ağlamadım. Dəhşət. Neyse böylelikle de yaxşı özün yazırmışsan dedi ve getdi. Sizin belə yaşadığınız hadisələr var idi mi məktəbdə ya da siz həqiqətən köçürdürdünüzmü? Rəylərdə məndən bölüşməyi unutmayın.